Bugün Hoffman markalı soyuducunun təmiri üçün gəlmişəm. Soyuducumuz cəmi 4 ilin soyuducusudur. Baxmayın belə gözəl görünüşünə, ancaq keyfiyyət cəhətdən bu Hoffmanlar nəsə zəif olur. Soyuducumuzun qaz buraxma problemi var. Onu həll edib yoluna qoyduq. Qaz buraxma problemi su qabının içərisindəki dəmir durbanın çürüməsidir. Əksər soyuducularda bu dəmir durbanın üstünə qalın bir çuxol çəkirlər ki, çürümə olmasın. Ancaq bunlarda yox, nazik bir kraska vurublar, yerləşdiriblər qabın içinə, su da durbanı çürüdüb qaz buraxır. Başqa mis turba ilə əvəzləyib soyuducumuzu təmir etdik. Artıq vakuum edib qazını vurmuşam, yavaş-yavaş işləyir. Soyuducu təmiri üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Keyfiyyətli təmir bizdədir. Sağ olun, izlədiyiniz üçün minnətdarım.